Rektor olub bilmirəm, bu televiziyada da olub. Mən televiziya haqqında nə düşünürsünüz? Televiziyalar təbii ki, son dönəmləri hamısı göz qabağındadır. Mən bilirəm ki, siz də seçici insansınız, hər bir efirə də getməzsiniz və yeri gələndə yəni, fikirlərinizi də bildirmişsiniz televiziyanın bu vəziyyəti ilə bağlı ki, bunları yenidən bərpa eləmək lazımdır. Yəni, televiziya sırf bir istiqamətdə gərək olsun. Yəni, bugünkü efirlər həqiqətən də bizi məyus eləyir. Yəni, biz baxırsan ki, hansısa bir aktyor haqqında tanımırlar. Çünki bu göstərilmir axı. Tutaq ki, Tofiq Mirzəyevin adını çəkdik. Bu insan haqqında bir veriliş yoxdursa əgər, bir material getmirsə, gələn nəsil onu necə tanıyacaq? Və elə son illər, məsələn, Hacı Murad Yaqizarov, mən dünyasını dəyişəndə hamı paylaşır və cavanların çoxu heç bilmirdi kim idi. Yəni, bu adam məyus edir. Mənə gəlir ki, televiziya mədəniyyətə daha çox xidmət eləməlidir. Və ona görə də biz bu layihələri açırıq ki, bayaq ki, biz danışdığı xronometrajı uzundur. Qoy olsun, qoy cavanlar, məsələn, Məbud müəllimi daha geniş tanısınlar onu. Çünki efirdə bəzən hər şey danışmaq olmur, məhduddur. Durub ailədən danışmaq olmur, nə bilim, uşaqlıq illəri. Mən istəyirəm ki, hər bir detal toxunaq, çünki bu zamanla kitaba da çevriləcək. Və məsələn, televiziya bağlı hansı fikirləriniz ola bilər? Hansı bir məsləhətləriniz deyək? Televiziyada nəyi görmək istəyirsiniz? Siz bilirsiniz, təəssüflər olsun ki, son zamanlar bu küçələrdə, marketlərdə olanda cəmaatla söhbət edirəm. Cəmaat deyir ki, biz televiziyaya baxmırıq. Televiziyaya baxmırıq. Çoxları baxmır televiziyaya. Bəli. Və televiziyanın, necə deyərlər, bu vəziyyətdən çıxarmaq üçün böyük işlər görmək lazımdır. Mənə elə gəlir ki, ilk növbədə sözsüz ki, tərbiyəni uşaq ailədə almalıdır. İlk növbədə. Ata-anandan, ailədə olan davranışından, ailədə olan münasibətdən, ana-ata, sonradan məktəb. Məktəbdə də bunlar. Çünki çoxları, yox, bizim çox gözəl nəticələrimiz var, yəni. Təbii ki, təbii ki. Sözsüz, ağıllı, kamallı. Mən bəzi verişlərə baxıram, ictimai televiziyada, belə verişlər keçir, viktorinalar keçirirlər, bir oyunlar keçirirlər, breyring fason belə verişlər və görürəm ki, həmçinin regionlardan da çox bilikli, yaxşı, savadlı, gənc uşaqlar var. Amma mənə elə gəlir ki, televiziya gərək tamaşaçının səviyyəsini qaldırsın. O tamaşaçının səviyyəsinə düşməməlidir. O tamaşaçının səviyyəsinə düşür, o istəyir ki, bunun reytingi olsun. Amma bu çox belə çətin bir balansdır, mürəkkəb bir balansdır. Bu balansı saxlamaq üçün sən gərək biraz üstünlük bura verəsən ki, həmçinin sən tamaşaçını yığdın öz reytingini və indi onun səviyyəsini yuxarı qaldır da, o səviyyədə qalma. Möhtəşəm. Möhtəşəm. Elə mən Ramiz müəllimlə də söhbətimdə deyim ki, Ramiz müəllim, nə yaxşı ki, bu tamaşalara çəkmişsiniz. Bizim, yəni 80-ci illər, 90-cı illər nəsli onlarla böyüdü. Bəli, indiki də cəmaat mənə yaxınlaşır küçədə. Çoxları, bax, deyim sizə ki, çoxları yaxınlaşır və deyir ki, biz öz uşaqlarımıza icazə vermirik televizora baxmağa. Ona görə ki, biabırçılıqdır. Biz sizin tamaşaların üstündə böyümüşük. Hardadır bu tamaşalar? Niyə görə çəkmirsiniz? Siz çəkin də, biz də uşaqlarımıza deyək ki, gedin baxın bu tamaşalara. Məbud müəllim, televiziya çox məsuliyyətli bir sahədir də. Mən bu il artıq 20-ci ildir. Mən o sözü eşidəndə ki, mən illərdir baxmıram, kim ki deyir ha, üzr istəyirəm, mən özümə bunu bir şapalaq kimi hiss edirəm. Mən əgər əsl televiziyaçı bunu özünə təhqir və şapalaq qəbul etməlidir. Əgər bunu, elə buradan açıq deyirəm, məsəl üçün, bunu televiziya rəhbərləri belə qəbul eləmirlərsə, bu çox faciəvi bir şeydir. Mən utanıram. O adicə bir, məsəl üçün, adam deyəndə ki, mən televizor vəbşə 5 ildir söndürmüşəm, heç mən baxmıram və 10 ildir deyən. Mən çox pis oluram. Axı bizim dövrümüzdə belə deyildi. Biz dövrümüzdə həmən tamaşa bizi aparırdı öz arxasınca televiziya. Biz elə böyümüşük. Və mən nə vaxtsa ümid edirəm ki,
bu dövr qayıdar. Dövr qayıtmaq üçün də Bəli. məsuliyyət daşımaq lazımdır ki, yəni ki, bu işləri görən adamlar. Çünki mən belə hesab eləyirəm ki, hər işdə professional gərək olsun da. Çünki gəlirlər yeni, mən pisləmək istəmirəm, öz üzərində işləməyən adamlar var da. Bəli. Sən gərək, mən bu yaşdayam, mən hər gün öz üzərimdə işləyirəm. Ondan da yaxşı olmaq istəyirəm. Qarşımda bir-biri ilə belə mübarizədə. Əslində bu çox yaxşı bir şeydir. Aktyor həmişə üzərində işləməsi və baxmayaraq ki, siz məsələn bu yaşda özü titullarınız da var, yəni xalq artisti, amma siz yenə də əslində yeni gələn nəsil bunun örnək götürməlidir. Teatra gələn nəsildə. Mən indi artıq hətta bu yaxında bir şey deyim, ad çəkməyəcəm. Bir kanalın rəhbərlərindən biri, siz onu çox yaxşı tanıyırsınız. Şəhərdə mənlə görüşdü. Biz son dəfə 5 il öncə görüşmüşdük. Yəni mən bəlkə də mən onun yadında qalmamışam. Məni görən kimi o mənə gəldi, qucaqladı, görüşdü. Dedi Vasif, mən sənin layihələrini izləyirəm və hətta ad da çəkdi kimləri və mənə qəribə gəldi ki, bu adam mənim verilişlərimi izləyir və o uzun verilişlər və onu necə belə təəssüratla danışırdı. Mən elə bildim zarafat edir. Deyirəm, siz zarafat edirsiniz. Deyir, yox, necə? Mən bir baxıram, sən necə onları danışdırırsan və çox maraqlı informasiya verirsən. Və mən orada təklif elədim. Dedim, valla mən bu layihəni YouTube-da verirəm, amma tamaşaçılar deyir ki, efirə ver. Əgər istəsəniz, mən məmnuniyyətlə bunu, zaten mən bunu müəyyən imkanlarla çəkirəm. Yəni başqa bir umacağım yoxdur. Əgər kim istəsə özü bu layihəni tapacaq.